Hər vaxtınız xeyir olsun. Bizim narahatçılığımız bu Kəlbəcər təhsil sektorunun müdir təyin olunub ora. O Çovdaş kəndini xaraba qoyubdu. Ümumi Kəlbəcər təhsilini demək olar ki, xaraba qoyubdu. Bəzi müəllimlər var xəlvətdə işdən çıxardıq vaxtı ilə ora təzə gələndə. Yəni o cəmaatın da vəziyyəti heç də xoşa gələn deyil. O cəmaatı qaytarıb kəndə qaytarsalar yaxşı olar. Bir də o cəmaata dəyən ziyan ödənilməlidir. Çünki belə deyək də, Təhsil Naziri hətta 3 belə deyək də, 3 şagird məktəbə gedirsə ona müəllim aiddir. O da qalmışdı birbaşa gedib Çovdaş kəndinin məktəbini bağlatdırır. Nəsə də belə xoşa gəlməsələr, ümumi hətta Qəbələdə olan Zarağan 2 Kəlbəcər məktəbi də pis vəziyyətdədir da. Yəni heç də o bağlanmış, adı bağlanmamış məktəb kimidir da, belə elə xaraba qalıbdır da, o Kəlbəcərlərin heç çox sonra getmir. Kəlbəcər uşaqlarının çoxusu heç ora getmir. Yəni bu barədə icra başçısına mən gələndə burada məlumat verdim. O Turan LTV-ni göndərib orada 2 dənə uçuq ev var. Onun yanında bir çəkiliş apartdırıbdır. Bir də qıraqdan göndərdiyi, kənd sakini deyir 100 dənə ev var, qıraqdan göndərdiyi deyir 40 dənə ev var. Bəs bu barədə niyə bir tədbir görmürsünüz? Deyir ki, onlar qorxulu adamdır. Deyirəm, o qorxulu adam kimdir da? Bir mənə aydınlıq gətir görüm, o qorxulu adam kimdir? Kəndini boşaltdırır o cəmaat, söz paniklərdə işləyə də bilmir. Cəmaatı niyə kəndə qaytarmırlar? O cəmaatın iş yerindən eləyir, məktəbindən eləyir. Yəni ümumi Kəlbəcər bu vəziyyətdədir. Bir millətin öldürmək istəyirsənsə, onu təhsilini al əlindən. Yəni yoxdur. Kəlbəcər təhsili yox səviyyəsindədir. O ki qaldı, bunun qovma əqrəbəsi, bunların hamısı döyüş vaxtı qaçıb başını gizlədiblər. İndi görün, bəzi səhifələrdə, TikTok səhifələri var, isti suyu paylaşırlar, müəyyən reklamlar gedir, belə deyək də, dolayı yollarla zəbt etmək gedir də, dolayı yollarla zəbt etmək gedir. İsti suyun videoları gedir. Bu da belə deyək də, o müharibə vaxtı qaçıb başını gizlədənlər. Mən onun birini 300 metr məsafə var. Kəlbəcər burada məcburi köçkün şəhərciyi ilə Qəbələ voyankomatının 300 metr məsafə var Bəlkəd arasında. Mən müharibə gedən vaxtı həmişə orada olmuşam da ki, döyüşə getməyə görə sadəcə yaşım 35-dən çox olduğuna görə deyib 35-dən yuxarı çağırılan kimi voyankomat komissar deyib birinci sənə aparacam. Yəni bunlar qaçıb başını, müharibə vaxtı qaçıb başını gizlədənlər. İndi nə bilim, gedib orada Çovdarı, o xaraba qoyur, belə deyək də. Allah prezidentimizi qorusun, Allah Azərbaycan ordusunu qorusun, xalqımızı qorusun. Bu qarayaxma kampaniyalar aparanlar barədə bir tədbir görmək lazımdır. Prezidentin əleyhinə, Yeni Azərbaycan Partiyasının əleyhinə danışanlar haqqında bir tədbir görmək lazımdır.